Məsələn, mən özüm bir şeyin şahidi olmuşdum özlüyümdə və bu mənə həqiqətən çox pis təsir eləmişdi və özümü günahkar bilmişdim və düşünürəm ki, bu bütün insanların əslində daxilində bu duyğu var, amma onlar onu görməzdən gəlirlər. Bu onların qeyri-səmimiyyətinə irəli gələn bir şeydir. Küçədə bir şəxs görmüşdüm, yəni dilənçilik eləyirdi, kimdənsə nəsə istəyirdi. Baxırsan ki, tutalım mən ona müəyyən bir miqdar pul verəcəm, o bu gün bunu yeyəcək, amma növbəti günlərdə o ac qalacaq, evsiz qalacaq və baxırsan ki, həmin cəmiyyətdə insanlar onun yanından o qədər vecsiz şəkildə keçib gedirlər və kimsə bunun üçün çalışmır ki, bu insan nəyə görə çöldə qalmalıdır və bəzən bəzi insanlar düşünürlər ki, o onun öz səhvidir, ona görə orada qalıbdır. Xeyr, o onun öz səhvi deyil, bu həm də bizim səhvimizdir. Niyə bizim səhvimizdir? Biz o insana o qədər dəstək ola bilərik. İnsan ümumiyyətlə elə bir məxluqatdır ki, o həyatında çətinlik görə bilər, çətin anla qarşılaşa bilər. Elə an ola bilər ki, həqiqətən köməksiz qala bilər. Amma biz o insanı buraxmamalıyıq, atmamalıyıq. Çünki o da Allahın yaratdığı bir varlıqdır. O insan da yaxşı yaşamaq istəyir, o insan da xoşbəxt olmaq istəyir. Amma biz ona etinasız və vecsiz yanaşırıq. Amma Allahın hakimiyyətində biz o insana dəstək olarıq. Bəlkə nə bilim bir psixoloqa ehtiyacı olacaqsa, psixoloqun yanına aparılacaq. Bəlkə nəsə bir həkimə ehtiyacı olacaqsa, həkimin yanına aparılacaq və onun həyat şəraiti yaxşılaşdırılacaq və eynən o ədalətli bir cəmiyyət, hər kəsin bərabər yaşaya biləcəyi, xoşbəxt yaşaya biləcəyi bir cəmiyyətdə o insan da əslində o haqqa sahibdir və biz də ona bu köməyi verməklə onun da daha yaxşı bir həyat yaşamağına səbəb olacağıq. Amma düşünürük, içimizdə, daxilimizdə bir his, bir duyğu bizi təşviq eləyir ki, yox, əslində sən günahkarsan. Biz bunu hiss eləyirik, o duyğu oradan baş qaldırır, amma biz onu bastırırıq. Biz deyirik ki, yox, bu mənim xətam deyil ki. Amma Allahın höccəti nə deyir? Əslində hər birimiz xətakarıq. Niyə xətakarıq? Çünki ədalətli bir cəmiyyəti, hər kəsin daha yaxşı yaşayacağı bir cəmiyyəti yaratmaq üçün iddia edən şəxs Allahın höccətidir. Zaten bu aləm, bu yaradılmış hər şey Allahındır və hər kəsə yetəcək qədər xoşbəxtlik, hər kəsə yetəcək qədər gözəl bir yaşam var. Bunu iddia edən bir şəxs var və biz o şəxsi izləməliyik ki, hər birimiz daha yaxşı bir həyat yaşaya bilək.